izləyəcəm. Sizlərə bir dənə gözəl ev təqdimatına gəlmişəm. Xırdalanında bir sırada Heydər Parkın qarşısına 70 kvadrat 3 otaq düzəlmə əşyalı. Option City yaşayış kompleksi. Ya Allah. Bir dənə kompleksi göstər. Kompleksi uşaqlar üçün futbol meydançası, məktəbi, bağçası və s. Yeraltı dayanacağına kim var? Keçək mənzilin ətrafı tanışılaq. Mənzilimizə daxil olmuşuq dəyərli izləyəcəyimiz. Mənzilimizin daxilində mənzilimiz 3 otaqlı düzəlmədir. Təmiri göz qabağındadır. 3 otağı düzəlmə 65 kvadrat. Gəl, evin əsas giriş hissəsindən tanışılıq. Bax, belə bir giriş hissəsi var. Wi-Fi-na kimi, domofonuna kimi var dəyərli izləyəcəyimiz. Belə bir xoşlu mebel yığılıb, kutkaları, paltarları yığmaq üçün. Kerma qranit hissələr dəyərli izləyəcəyimiz istipoldur. Burada yerləşir bizim mətbəximiz. Mətbəxdə baş şkaf, yəni deyərsiniz ki, soyuducanı, paltaryan maşınlarını hamısı buradadır. Bax, yerləşdiriblər. Manıcılar dəyərli izləyəcəyimiz. Bax, paltaryan maşını görürsünüz, buradadır. Qazıdır, aspiratordur, moykasıdır, hamısı qaydasındadır dəyərli izləyəcəyimiz. Bir də belə gözəl mətbəximiz var. Burada yerləşir bizim uşaq yataq otağımız. 3 otağa düzəlmə Xırdalanında tam mərkəzdə Heydər Parkın qarşısı. Hamamsanız zəhmət olmasa göstərir. Bütün aksesuarlarla təchiz olub qaydasındadır. Bir dənə səliqəli yataq otağımız var. Keç zəhmət olmasa yataq otağında ətraflı göstər. 3 otağa düzəlmə 65 kvadrat Xırdalanın tam mərkəzi Heydərli prospekti, Bravo Heyti, Option City yaşayış kompleksi. Bir dənə səliqəli qonaq otağımız dəyərli izləyəcəyimiz. Evdə nə görürsünüz? Hamısını qardaşım verir sənə hədiyyə. Qonaq otağının eyvana çıxışı var. Mərtəbə də ideal dəyərli izləyəcəyimiz. 9 mərtəbəli binanın yerləşir 5-ci mərtəbəsində lifti, suyu, qazı, işığı, bir sözlə hər bir şey var. Həyətində uşaqlar üçün futbol meydançası, öz parkı, yeraltı dayanacaq, yerüstü dayanacaq, bütün yaşayabiləcək binanın ətrafında mövcuddur dəyərli izləyəcəyimiz. Siz də bu evlə maraqlanmaq istəsə səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Səhifəni takib eləməyi unutmayın. Sağ olun, var olun.